Salam uşaqlar. Ümumiləşdirici tapşırıqlar edəcəyik bugün sizinlə və bu tapşırıqlar bildiyimiz kimi ən son keçdiyimiz mövzularla bağlı olacaq. Bu tapşırıqlarımız uşaqlar həm məntiqidir, həm riyazi, əməlli. Ona görə də tapşırıqlarımızı yazdığımız zaman diqqətlə sualları dəqiq oxuyun və dəqiqliklə düşünün. Birinci tapşırığımızda aşağıdakı suallara görə məntiqli cavabı tapın. Uşaqlar, ümumiyyətcə hər bir tapşırığı düzgün yerinə yetirmək üçün onun sualını dəqiqliklə oxumaq lazımdır. Gəlin birinci dəqiq oxuyaq görək nə deyir? Rənanın müəlliminin 4 yaşı var, yoxsa 40? Uşaqlar, burada məntiqi düşüncə lazımdır. 4 yaşlı müəllimə ola bilər. Ümumiyyətcə 4 yaşında olan insanlar hansı dövrdə olurlar? Uşaqlıq dövründə. Deməli, bizim doğru cavabımız 40-dır. İkinci, məktəb binasının 2 pəncərəsi var, yoxsa 20? Yenə məntiqi düşünək. Uşaqlar, məktəbin bilirik ki, bir neçə sinif otağı var. Hər sinif otağında da ən azı 2 pəncərə. Bəs yaxşı, bir neçə otağın cəmi hesablasaq 2 pəncərəsi olur? Xeyr, 20 daha düzgündür. 20-dən çox da ola bilər. O demək deyil ki, uşaqlar buradakı cavablar tam konkretdir. Yəni, ümumi götürüb. Bəli, 20 daha düzgündür. Sinif otağının hündürlüyü 4 metr olar, yoxsa 40 metr? Uşaqlar, biz bilirik riyaziyyat dərsindən artıq ölçü vahidlərini öyrənmişik. Metrin nə qədər məsafə olduğunu, nə qədər uzunluq olduğunu siz bilirsiniz. Təbii ki, 4 metr müəyyən bir uzunluqdur. Və bu evlərin, binaların hündürlüyü 3 və 4 metr arası olur. 40 metr isə uşaqlar, lap böyük bina tikililərin hündürlüyü ola bilər. Çünki adi həyət evləri və kiçik bir mərtəbəli tikililərin hündürlüyü 3-4 metr ancaq olmalıdır. Dördüncü, Süsən bir əlinə 7 qələm yığa bilər, yoxsa 70 qələm? Uşaqlar, ümumiyyətcə bizim əlimizdə neçə qələm sığar? Təbii ki, uşaqlar 10 neçə təxmini belə. Bəs yaxşı, 70 qələmi biz əlimizə sığdıra bilərik? Bu mümkün deyil. Deməli, cavab 7-dir. İkinci tapşırığa keçirik. İkinci tapşırıqda həm məntiqi, həm riyazi və göz açıqlıq lazımdır uşaqlar. Diqqətlə cavablara baxmaq lazımdır. 3 uşağın kütləsi birlikdə 93 kiloqramdır. Dediyim kimi, tam şərt aydın olmalıdır. Deməli, 3 dənə uşaq var, onların cəmi kiloqramı 93-dür. Yəni, birinin yox, üçünün birlikdə. Uşaqların birinin kütləsi digərindən 3 kiloqram çoxdur. Aşağıdakı cavablardan hansı uşaqların kütləsini düzgün göstərir? Uşaqlar, əvvəlcə mən hər üçünü topladım. Nəyə görə topladım? Sizə aydın olsun deyə. Baxın, burada sonuncunun cavabı 96 edir. Uşaqlar, 96 bizim ümumi kütləmiz idi. Xeyr, kiloqramını yazmamışam uşaqlar, sadəcə 96. Yəni 96 kiloqram. Bu düzgün deyil, çünki bizə 93 şərti qoyulmuşdu. Baxaq 1 və 2-ciyə. İkinci bir şərtimiz də o idi ki, aralarındakı çəki 3 kiloqram. 29 ilə 30 arasındakı çəki fərqi 1 kiloqramdır. 30 ilə 34 arasında isə 4 kiloqram. Deməli, yerdə qalır ikinci cavabımız. 28 ilə 31 arasındakı rəqəm fərqi 3-dür. 31 ilə 34 arasında yenə 3. Deməli, bizim axtardığımız cavab ortadakı yaşıl bəndimizdir. Keçək 3-cü misala. Humayun 45 manatı var. Məlumdur. Kimin? Humayun. Bu, Zərifənin pulundan 21 manat çoxdur. Uşaqlar, burada sualı sizi çaşdırmaq üçün qoyub. Demir Zərifənin pulu Humaydan 21 çoxdur. Humayun pulu Zərifədən 21 çoxdur. Yəni, Zərifənin pulu Humaydan 21 manat azdır əslində. Sualı dolaşıq verib ki, siz çaşasınız. Zərifənin neçə manat pulu var? Əgər Zərifənin pulu
Humaydan 21 manat azdırsa, Humayın pulu Zərifədən də 21 çoxdursa, deməli 41-dən biz 21 çıxmalıyıq. Zərifənin pulu 24 manatdır. Gəlin fikirləşək. 24, yəni Zərifənin pulu 21 manat çoxdur. Humayın pulu Zərifədən, o da 45. Cavabımız deməli düzgündür. Keçək. Toğrulun 32 manatı var. Fərəcin pulu Toğrulun pulundan 4 dəfə azdır. Fərəcin neçə manat pulu var? Uşaqlar, bu sadədir. 32-dən 4 dəfə az. Yəni, Fərəcin pulu Toğruldan 4 dəfə azdır. Deməli, 32-ni bölürük 4-ə. Cavabımız 8 manat. Dördüncü tapşırıq. İki eyni kitabı üst-üstə qoyduqda kitabların hündürlüyü 10 sm olur. Hər bir kitabın qalınlığı neçə santimetrdir? Uşaqlar, burada əgər biz vurma bölməni keçməsəydik, təbii ki, bunu məntiqi toplama əməli ilə, çıxma əməli ilə tapacaqdıq. Biz amma indi bölmə ilə tapırıq. 10 santimetri bölürük 2-yə. Nəyə görə 2-yə bölürük? Çünki 2 kitabımız var. Cəmi isə qalınlıqları 10 santidir. Onu 2-yə böləndə cavabımız 5-ə olur uşaqlar. Burada bir şey diqqətinizə çatdırım. Ümumiyyətcə, toplama və çıxma zamanı necə ki biz santimetr, desimetr sözləri, kiloqram, litr sözləri, rəqəmlər kənarında rəqəmlərin yazılırdı və biz bu toplamada rəqəmi toplayırdıq, sözü də kənarında yazırdıq. Elə bölmə və vurmada da onun kimidir. Gördüyünüz kimi santimetr bizim bölməmizə heç bir təsir etmir. Biz sadəcə onu 2-yə bölüb 5-i yazırıq və santimetr sözünü də kənarına. Uşaqlar, 4-cü tapşırıqda bizə əlavə bir tapşırıq verir. Gördüyünüz kimi mən qarşısında sual işarəsi qoymuşam. 3 və ya 4 riyaziyyat dərsliyini üst-üstə qoyun və hündürlüyü ölçün. Uşaqlar, biz sinifdə olsaydıq, riyaziyyat dərsliklərini ölçərdik. Ancaq bilirəm ki, evlərinizdə müxtəlif kitablar olduğu üçün siz 3-4 kitabı fərqli-fərqli mövzularda kitablardan istifadə edəcəksiniz. Fənlərdə istifadə edəcəksiniz. Ona görə fərq etmir. Riyaziyyat yox, başqa fənlərin kitablarını 3-4 dənəsini üst-üstə qoyursunuz və mənim üçün onları ölçürsünüz. Ölçdüyünüz formada öz şəklinizi çəkirsiniz və bundan əlavə dəftərlərinizə də hansı kitabları üst-üstə qoyduğunuzu və ümumi onların hündürlüyü nə etdiyini santimetrlə ifadə edirsiniz. Keçək sonuncu tapşırığımıza. Gördüyünüz kimi uşaqlar məlumatlar verilib və birinci adi cədvəl formasındadır. Maral 8, zürafə 10, it 12, pişik 12. Bu heyvanların yaşlarıdır. Yəni maralın, zürafanın, itin və pişiyin neçə yaşı olduğunu adi cədvəldə bizə verib. Ancaq bundan əlavə bizə deyir ki, gəlin bunu barqrafda da tamamlayın. Özü ikisini tamamlamışdı uşaqlar. Mən sizə kömək üçün digər ikisini də tamamlamışdım. Ümumiyyətcə, uşaqlar, barqrafı mən sizə keçən dəfə başa salanda demişdim ki, barqrafda saylar mütləq aralar eyni qoyulmalıdır. Ola bilər 1, ola bilər 2 santimetr ara ilə qoya bilərsiniz barqrafın məsafəsini. Əsas odur ki, damalar tam düzgün olsun. Deməli, gördüyünüz kimi marala 8-ə qədər rəngləyib, sarı rəngdə, deməli, maral 8. Pişik də boz rəngdə 12-yə qədər damaları rəngləyib. Deməli, pişik də 12. Digər damaları rəngləməmişdim. Mən sizin üçün rəngli nöqtələr qoydum ki, dəftərinizdə bilin ki, hansı damaları rəngləmək lazımdır. Zürafaya uşaqlar 10-a qədər, itə isə 12-yə qədər mən nöqtə qoymuşam. Ona görə ki, zürafanın 10 yaşı var idi, itin isə 12. Uşaqlar, ümumiləşdirici tapşırıqları sizinlə yerinə yetirdik. Mənə elə gəlir ki, burada çətin, çaşqınlıq yaradası heç bir tapşırıq yox idi. Çünki biz əvvəlki dərslərimizdə artıq bu mövzuları öyrənmişik. Sağ olun uşaqlar, sizin bugünkü ev tapşırığınız 4-cü tapşırıqdakı riyaziyyat dərsliyi üst-üstə qoymaq, yəni digər fənlərin kitablarını üst-üstə qoyub hündürlüyünü ölçürsünüz. Bir də ki, bu 5-ci barqrafı öz dəftərinizdə nöqtələr kimi yox, elə bu kitabdakı kimi rəngli formada, səliqəli formada çəkirsiniz. Sağ olun uşaqlar, bugünlük riyaziyyat dərsimiz bu qədər.